bacı. Elə bir bal almışsan, doşa balmışsan bacı. Bir balaca karlılıq. O da ki özünə lazım olanda belə işdir, hə? Fərhadır. Lazım olanda işdir. Əsas o da əskəri haqqında danışmıyor belə sənə. Amma danışacaq. Əsrimizin bir nömrəli beygan olan Bəxtiyar bəy Aygül gəlimiz sarayımıza qədəm qoyur. En güzel, en gürültü alkışlardan beyimizi gəlimizi qarşılayalım. Özel günlerden birinden Şarksaray'dan salamlayıram size aziz dostlar, izleyiciler. Bu cür güzel toyu size təqdim etmeye gelmişəm. Bəxtiyar bəy və Aygül xanımın toy məclisidir. Həddən artıq çox möhtəşəm keçdi toyumuz. Bilirsiniz ki, mən ancaq en güzel toyları sizinlə bölüşürəm. Şarksaraya, xüsusən də Natiq bəyə öz sonsuz təşəkkürlərimi bildirirəm. Hal-hazırda gördüyünüz Beynəlgəlinin ilk rəqsidir. Bizə qayıdacaq. Toyumuzun aparıcı müğənnimiz, dostumuz Namiq Gərayzadə idi ki, hal-hazırda da siz onu izləyirsiniz. Hələ ki oynayaq sonra söz deyəcəklər. Gəlimizin rəfiqələri, iş yoldaşları, qohumları, dostları, maestro siyə gəl. Evinizə gəlin, gəlin, sınavlayım otelin gəlin. Evinizə gəlin, gəlin, sınavlayım otelin gəlin. Hər iki gəncimizə xoşbəxtlik və ailə səadəti arzu edirik. Qeyd edim ki, Şarksarayımız Şərqsaraydır. Həddən artıq çox möhtəşəm bir yerdir. Bu toyda bir çox məşhurlar olacaq, sırayla sizə göstərəcəyik. Hal-hazırda interyerin görürsünüz Şarksarayının. Videoları qısa tutacağıq və Namiq bəydən sonra Rəşad bəyi görəcəyik. Ona da salam göndərəcəyik, izləyir bizi. Çok sağ olun, var olun, ama bizim güzel ifaçımız beni takdim edəndə bu şəhərdənin dostu dedi. Bu şəhərdə heyəti də bu gün burada iştirak edir. Bizim Bəxtiyarın iş yoldaşları gürültülü alqışlarla buyursunlar. Ay ne güzel. Vallahi biz çok meclislerde oluruq. Artıq bir neçə 10 illikdir ki toylarda ya. Bəyimiz gəlinimizə yaraşır, gəlin bacı bəyimizə yaraşır. Lütfen bu gözəlliyi alqışlayaq. O tamaşada Surxayzadədir. Bugün yeni kurulmuş bir Azərbaycan ailəsinin şad günüdür. Bəxtiyar, səni təbrik eyləməzdim. Gözəl günlər arzulayıram, can sağlığı arzulayıram. Xanım, təbrik edirəm sizi. Değerli sənətkarımız Rəşad İlyasov ilk önce lirik mahnılara üstünlük verdi ve bizim çok güzel cütlüğümüzdə rəqs edirlər bu mahnı altında. Bravo donanlarımı! Möhtəşəmsin! Rəşad bəyin ifasından sonra ki biz videoları çok kısa tuturuq, bu şəhərdənin arzularını, istəklərini deyəcəklər. Adı ilə böyüsün. Məsələn, Ki, arzu görürsünüz. edən həyatı boyu bəxtiyar olasınız. Ailənə bir yerdə. Sən bizim əzimizsə, kiminsə ürək sözü varsa dostlar. Valla gözəl gündə yığışmışıq, əziz
Xanımlar, beylər, qohumlar, əqrəbələr, dostlar, Bəxtiyarı istəyənlər, bu ailəyə hörmət eləyənlər. Biz Bəxtiyara nə arzulayaq? Bəxtiyar bu günü çoxdan gözləyirdi, arzulayırdı, istəyirdi. Qrupda arzulayıblar Bəxtiyarın xoş sözlərini yazdılar. Təşəkkür ederim. Nəhayət ki, güc olun, güc bizim bu gözəl günə nəsib oldu bizim Bəxtiyarın toyu. Biz Bəxtiyarı da, gəlin bacımızı da ürəkdən təbrik edirik. Xoşbəxt olun, bir-birinizdən müğayət olun, sevin, sevilin, qarşılıqlı bir-birinizə hörmət edin, böyüklərə hörmət edin. Arzuladığınız kimi yaşayın həyatı. Öpürəm sizi, var olasın. Bəxtiyar, bu gün əskəri söhbətlər yoxdur. Biz bu günləri oğlan eviyik. Gəlin bazı, elə bir bal almışsan, doşa balmışsan balcı, bir balaca karlığı. O da ki, özünə lazım olanda belə işdir, hə? Ferhat'ım. Lazım olanda işdir. Sözün əsl mənasında xoşbəxt olur. Belə də ki, gəlin bazı, bu məsləhət görürəm. Elə yaxşı oğlandır. Necə fırlatın, evdəkilərlə qarşıda gedəcək. Nə deyirsən, bax o da olacaq. Bugündən bir şillə vurma ki, o da olacaq. Əsas o da əskəri haqqında danışmıyor belə sənə. Danışacaq. Əskərlik, orada necə povur olur. Büyük bu söhbətlər. Ağlına var, palyok dolu ölür. Bu bizim, çox özür istəyirəm, bu bizim bu şəhərlərin daxili mətbəxinin zarafatları idi. Xoşbəxt olasınız, oğullu şahlı olasınız inşallah. Necə deyim, kövrəlməmişdir. Biz mühümlər Bəxtiyarı itirdik. Amma başqa bir ailədə Bəxtiyarı tapdılar. Bravo! Bravo! Xoşbəxt olun. Bu tərəfdən dostlar kimsə ürək söz var. Talih də bizim komandanın ayrılmaz bir hissəsidir. Bu yaxınlarda Talihin toyu oldu. Baxmayaraq ki, Talih bəzi bizim subaylardan xeyli cavandır. Yəni bizim Gəbra, yəni bu şəhərlərin bu il 26 yaşı tamam olur. Elə olub ki, mənə də qismət olub ki, mənim toyumda bu şəhərdə olandan sonra olubdur. Yəni bu şəhərdə komandasını düzənlər. Yəni bizim Pələngin toyu, Emilin toyu, Canilin toyu, Rüfətin toyu, Simanın toyu. Sonra kimlər var? Bəxtiyar bu gündür. Sənə qismət. Pələngin bütün toylarının hamısı. Amma Bəxtiyarın bugünkü toyu daha gözəldir. Yox o bu səbəbə. Zarafat edirəm. Bu Bəxtiyarın birinci və inşallah sonuncu toyudur. Ömründə, həyatında. İnşallah eşim söz demək istəmir. Yerim yaxşıdır. Mən bütün kollektivin adından təbrik edirəm. Vüsalın, Orxanın, Turalın, Almanyadan Tural dəqiqəmizə baxır. Təbrik edirik. İnşallah bağlarını xeyirçilər. Allah hoşbəxt olsun. Biraz sərbəst ol. Güya birinci səfə deyiləmişsin. Buyur, sən də orada. Çox sağ olun. Mən istəyirəm elə bir mahnı oxuyum ki, tam bu şəhərdə İstifadə Teatrının mahnısıdır. Eyni zamanda elə mahnıdır ki, bütün dünya bu mahnını oxuyur. Hə? İndi deyirəm bir yaxşıdır. Belə çox isti bir ortamdır. Yerdə əyləşənlər də monitordan seyr edirlər bu gözəlliyi. Dostlar bir yerdə oxuyan ya yox? Oxuya bilərik bir yerdə. Baxdıq. Son, 2, 3, 4. Sen yanımda kalacağım ben. Çok güzel fikirdi kal sen durma.
İstersen bu cilayda aferin. Müşriğin yanında kalkılan sana kurban. İstersen bu canımı algılan sana yaşarın yanında sana kurban. İstersen bu canımı algılan sana kurban. Ay maşallah. Rəqs eləmək istəyirlər. Elə bir mahnı olsun ki, Rafaelcan, həm aktörlük olsun orada, həm musiqi olsun, həm şərq motivləri olsun. Deyir ki, Yeslibiya, Bıl Sultan, Tansu İçişek. Gel bakıyorum. Yeslibiya, Bıl Sultan, я тебя дружом. И тройной красотой был бы окружен. Но с другой стороны, при таких делах, сколько ты из завода, ах, спаси Аллах, сколько ты из завода, ах, спаси Аллах. Неплохо очень иметь три жены, но очень плохо с другой стороны. Неплохо очень иметь три жены, но очень плохо с другой стороны. Bayağıdan okumur ya. İndi bu mahnı müşrik önce okuyur. Hey hey hey. Zülfiya, Fatıma, Gülüş. Друзья, мой халат кладет у доски. А Фатима, чтобы носки. Вижу, красота, что не говори. Но с другой стороны, тещи тоже три. Но с другой стороны, Кайнана тоже три. Неплохо очень иметь три жены, но очень плохо с другой стороны. А неплохо очень иметь три жены, но очень плохо с другой стороны. Bravo Mayvis. Bir yerden. Son, iki, üç, dört. Быть нам султаном, ясность тут нужна. Сколько жен, сам раз, или одна. На вопрос, на какой, есть ответ прост. Всем без жены, гораздо лучше с любой стороны. А неплохо, очень совсем без жены, гораздо лучше с любой стороны. Hazırda Coşkun Rahimov bırak seni. Coşkun Rahimov. Bırak seni. Rafael İskenderov da koşulur. Hazırda. Ermeni Vural Üreyi. Gören gözü. Bizim müsaadeyle. Bütün dostlar. Bir yerden. Неплохо очень иметь три жены, но очень плохо с другой стороны. А неплохо очень иметь три жены, но очень плохо с другой стороны. Неплохо очень иметь три жены, но очень плохо с другой стороны. А неплохо очень иметь три жены, но очень плохо с другой stороны. Aferin dostlar. Teşekkürler. Çok sağ olun. Minnettarım. Rafael Bey, Müşrik Bey. Neyinirsiniz? Bankete devam, ziyafete devam. Teşekkürler. Alkışlarınız beyimiz gelinmiş için. Bir de bizim sanat insanları için. Çok sağ olun. Teşekkür ediyorum. Yana kurban boyuna, ayete kurban boyuna. Gün o gün olsun gelin subayların boyuna. Gün o gün olsun gelin Rafael'in boyuna.
Və bəylə gəlinimizin bu özəl gününə hazırlanmış özəl rəqslərini görürsünüz. 2 rəqs etdilər. Hər ikisi də bir-birinə çox gözəl idi. Ay maşallah. Və bu gözəl şadlıq sarayın interyerini görürsünüz. Diskotek hissəsini artıq keçmişik. Bütün dostlar, hanımlar, beyler, hamı bu sıvıynamıza. Diskoseka hissəsindən sonra isə bizim dəyərli sənətkarımız Rüfət Axundovun ifasını görəcəyik. O da bu toyda iştirak edirdi. Değerli sənətkarımız həm oxudu, həm də ki mükəmməl oynadı. Rüfətdən sonra artıq Pərviz dostumuz öz ifası ilə məclisimizi daha da şənləndirəcək. Ona da çoxlu salamlarımızı göndərdik. Təbii ki Pərviz bəydən sonra artıq yekunlaşmağa doğru gedirik. Top hissəsini sizə
təqdim edəcəm. Və artıq görürsünüz. Və bizim dostumuz, qardaşımız Tahir Bey görürsünüz. Ona da salamlarımızı göndəririk. Öpürük, bağrımıza basırıq. Dostlar, bu qədər. Özünüzə mütləq şəkildə yaxşı baxın. Mən Kamran Bəy Əziz. Hələlik.